Merdi Mazaroğlu yine saldı oyunu. Ata gizletti sirrini, o açtı her yolunu. Merdi Mazaroğlu dayanmaz hiçbir gün. Ana her şeyi bilir artık onun sayesinde. Papa geldi. Gedim qapını açın. İzmir'e de paltar yumaqda milyon da vermişəm ki, kirlətmədə paltarımı da. Ay bala, sənə demişəm ki, bu velosipedi bura qoymada paltarımı sələ bilmirəm. Hayda, mən də mama nətər deyim ki, papanın qızla danışanda görmüşəm. Neyse deyim. Mama. Nə var ay bala? Bayaq çöldə uşaqlarla futbol oynayanda papa bir dənə qızla danışırdı telefonda. Suçmadım, necə? Hə, valla mən də yavaşcadan yanına getdim, özümə elə göstərdim ki, güya heç nə eşitmirəm də. Necə yəni də baş düşmədim? Kimdən danışır, qızdan danışır nədir? Nə danışırsan, sən elə məsaj gəlsəbdən danış gör nə olub? Nə deyim ki, valla bilmirəm ki, bir an bilirəm ki, papa özündən böyük qələtlər edirsən demişkən. Adı danış görüm nə oldu? Ürəyə patladı, çərətmə məni dayı, danış görüm. Hə, deyirdi ki, balam mənim, maaşımı almışam, axşam evdəki begomotu yola vereyim, zəng eləyim, görüşək də. Başqa nələr danışdı ay bala, danış görüm tez o ürəyin partlayır. Nə varsa hamısını danış, utanma, narahat olma, danış anısın. Hə, sonra dedi ki, gedək ürəyin hansı telefonu istəyir, onu alacam sənə. Sonra da dedi ki, varım da, yoxum da səndir, ceyranım mənim. Bu onu görüm zəlli qalsın ha elə. Mənə becomot deyir, mənə becomot deyir. Başqasına hansı fintifuruşkaya ceyranım deyir, mənə becomot deyir. Sən gələrsən evə. Axşam mən sən ceyranımı eləyəcəm, gözləsən. Başqa nə danışdı ay bala, narahat olma, danış ürəyi boşalt. Onun mən varına da, yoxuna da başlayacağım dəqiq. Sən ürəyi boşalt. Qorxma, çəkinmə, utanma, danış görüm nə oldu tez. Əllərim əsir, tez ol, məni çərətmə, danış görüm. Hələ nələr danışırdı, prosta ayıbdır deyə sənə deyə bilmirəm. Mən 5 ildir sürüyürəm, hansısa bir dənə cındır bir dənə telefonu işlədirəm. Mənə bir dəfə də deməyim ki, ay arvad, gəl gedək sənə qəşəng bir dənə telefon almaya, köhnə telefon işlədirsən. Kül onun kişi başlayacaq ona başqasına bir dənə telefon alacaq. Onun boynu yerə soxum elə. Hə, sonra dedi ki, papanın bir dənə dostu varmış, Mərdəkanda onun belə bağ evi vardı, içində hovuzu falan. Deyir, begomotu yola verəcəm, yalandan deyəcəm ki, güya məni rayona işə göndərirlər 2-3 günlük. Onu yola verim, axşam səninlə görüşək, gedək o bağ evindən dincələk. Uş, Rafik, səni xışlayacağam, səni xışlayacağam. Sən bir dənə evə gəl, gözlə. Sənin ətindən begomot da olmasaydı, o fintufuruşkamı səni yedirtməsən, mənim də adım Şəfqə deyil, gözləsən. Gözlə bax şu bir dənə bundan sən görüm görüm, hardadır bu? Mama! Nədir? Boşuna yığmayın, onsuz da telefonu səssizdədir. Bayaq qızla danışandan sonra telefonu səssiz aldı. Səs sal beləmi? Onun mən səsini elə alacam ki, Allaha and olsun mənə yalvaracaq ki, qurban olma, Şəfqə eləmə belə. Gözləsən, gözlə. İndi yəqin o dostun yanına gedib də Mərdəkandakı dostu var ya, o evinin açarını verəcək ona. Yəqin gecə gedəcək də qızla. Gələr indi birazdan, narahat olma. Adə nə narahat olma? Hə? Nə Mərdakan, nə açarı? Mama, sənə də bir söz demək olmur. Sıraz elə mənim üstümə qışqırırsan. Hələ şükür elə ki, sənə bunları mən deyirəm, yoxsa yatmısan fil qulağında. Adə, sən də mənim dədəm deyilsən ha. Dur canım, o get dərsləri vaxt tez onu səsədən partlayıram. Allah'ın olsun dəhşət səni, mama. Əlvə sahib çıxa bilmirsən, bir ancaq mənim üstümə qışqırırsan. Adə demirəm sənə, dur get dərsini oxu. Papa gəldi, gedim qapını açım. Gəl səni xışlayacam indi, gəl bura. Salam papa. Salam ay bala, nə tərsən? Arma, çöldə bir dənə yağış var, Allah'ın olsun. Dəhşətdir. Salam Ceyranım. Ceyranım? Salam şakaladım. Şakaladım? Sən nə Mərdi Mazaroğlu olsan ha? Merdi Mazaroğlu yine saldı oyunu. Ata gizletti sirrini, o açtı her yolunu. Merdi Mazaroğlu dayanmaz hiçbir gün. Ana her şeyi bilir artık onun sayesinde bugün. Ata dedi iş görüşü, çıktı yine şehre. Bir güldü o tərəfdə, bir baktı bu tərəfə. Telefonu səssizdə, özü kef havasında. Elə bildi heç kim görmür onu bu dünyada.